Gürcüstan Azərbaycanlılarının məlumat platforması İcmacının bu dəfəki rubrikasında Gürcüstanın ictimai-siyasi mühitini ictimai-siyasi xadim Akif Həsənovla birlikdə müzakirə edəcəyik. Akif bəy, salamlayıram sizi. Əleyküm salam. Akif bəy, ilk olaraq icmaya belə təqdim edək. Gürcüstanın müstəqillik aktına imza atan yeganə Azərbaycanlı deputat və ilk öncə sizə azadlığımız üçün təşəkkür edirik. Çox sağ olun, minnətdaram. Gürcüstanın 90-cı illərinin siyasi mühiti, həm siyasi, həm ictimai mühiti bu gün də olduqca aktualdır. Çünki tez-tez eşidirik ki, Gürcüstan 90-cı illərə qayıdır. Ən yaxşı bunu təsvir edən siz ola bilərsiniz. Ümumiyyətlə, 90-cı illərdə nə baş verdi? Sizin hətta o deputat seçildiyiniz bir müddətdə hansı ictimai-siyasi proseslər gedirdi? Bəli, mən onu deyə bilərəm ki, elə o dövrdə də 90-cı illərdə çox çətin bir siyasi, ictimai dövrdür. O dövrdə ən əsası oydu ki, əvvəlcə milliyyətçi hərəkatlar baş qaldırdı və az saylı xalqları bir tərəfdən onlar sıxmağa başladı, bir tərəfdən Moskvanın təkidinlə müxtəlif güclər yarandı və o güclər nəyə qulluq elədikləri də məlum deyildi. Lakin daxildə ərc-mərcilik, hakimiyyətsizlik başladı. Ta 88-ci illərdən bu yana. Hətta o elə bir dərəcəyə çatdı ki, artıq əhalidən qaçan, köçən, nə bilim, oğurlanan, təqib olunan, bax, belə bir dövr başladı. Lakin o dövrdə bütün bu çətinliklərə baxmayaraq seçkilər təyin oldu. Bir dəfə təyin olundu mart ayında. Onu ləğv elədilər, oktyabr ayına təyin olundu və seçki kampaniyaları başladı. O seçki kampaniyasında da o məlumdur ki, mən iştirak edirdim o dövrlər. Gənc idim, enerjili idim, başarı ilə da seçilə bildim. Hətta mən müəyyən mənbələrdən oxumuşam ki, sizin bu seçki kampanyanıza müxtəlif qruplar qarşı çıxırdı, onlar istəmirdi. Məsələn, etnik Azərbaycanlı seçilsin. Bəli, o qruplar var idi. Demirəm ki, başdan da dedim, bu qruplar millətçi xırda təşkilatlar vardı, ictimai. Onda bunlar heç bir siyasi qüvvə kimi deyirlər. Faktik olaraq artıq Sovet sisteminin süqutuna gedən bir dövr idi və o hərc-mərcilikdən də istifadə edən nə qədər millətçi, separatist insanlar var idi, onların hərəsi özünə bir təşkilat düzəltmişdi. Bir cəmiyyətlər təşkil eləmişdilər. Həm az saylı xalqı diskriminasiya eləməyə, eyni zamanda sosialist sisteminə qarşı qurulmuş, Komünist partiyasına qarşı qurulmuş və onlara da hardansa havadarlar var idi. Onlar istədikləri səmtə at sürməyə imkan tapmışdılar. Belə bir dövr idi. O dövrdə artıq biz də təşkilatlanmalıyıq və bu təşkilatlanmaqdan ötürü də lazım idi kimsə bu işə rəhbərlik eləsin. Müəyyən formada rəhbərlik eləyirdik. Şəxsən mən ona çox yaxından qoşuldum və eyni zamanda o fikir məndə oyandı ki, yəqin Gürcüstan parlamentində kimsə xalqımızı təmsil eləməlidir. Bu məqsədlə mən namizədliyimi irəli sürdüm. Bir tərəfdən Komünist partiyasının nümayəndələri, icra hakimiyyətləri, o dövrün, Sovet dövrünün, onlar mənə qarşı çıxırlar. Bir tərəfdən də bu millətçi hərəkatlar, bu cəmiyyətlərin əlində. Bax, belə bir situasiyada təşkilatlana bildik və
müstəqil heç bir partiyalığım olmadan mən müstəqil majoritar deputat seçildim və yəqin ki, öz xalqımızın mənafirlərini qorumaq üçün, təqdim eləmək üçün və təşkilatlanmaq üçün. Bax, bu işləri Allaha çox şükür ki, təşkil eləyə bildik. Lakin çox təəssüf ki, Moskvanın əlindən bu bir il davam elədi, bir ildən bir ay artıq. Və Moskva artıq legitim hakimiyyəti məcbur elədi ki, hakimiyyəti qoyub çıxsınlar respublikadan. Bax, belə bir vəziyyət yarandı. Çünki Tiflis şəhərinin mərkəzinin bombalanması, onda Gürcüstan əhalisinin, elə Gürcüstan rəhbərliyinin əlində silah, sursat, nə bilim, texnika, heç bir şey olmaya, onları məcbur elədilər ki, həmən parlamentin, indiki parlamentin zirvəsində gizlənsinlər. Mən orada ona görə gizlənmədim ki, mənə aid olmayan çox şeylər var idi. Əsas hakimiyyətin başında olanlar sonra yol verdilər, onlar respublikadan çıxmaq məcburiyyətində qaldılar. Sonraki bir neçə ay, bir il ərzində hakimiyyətə yenə Moskvanın təkidinlə Şevarnadze dövrü başladı. Qeyri-qanuni 3 illik parlament seçdilər. Onda başçılıq edən Şevarnadze idi. Bax, belə bir dövr idi. Şevarnadze dövründə də yenə soyğunçuluq, insanoğurluğu, bunlar uzun müddət davam elədi. İnsanlardan, nə bilim, var dövlətindən tələb eləmək ki, sən burada yaşamamalısın, olan əlində olan hər bir şeyi də qoymalısan, müəyyən band formulavanı belə deyək də. Bax, belə bir dövr idi. Həmin dövrdə Azərbaycanlı icmasını necə xatırlayırsınız? Ümumiyyətlə, nə baş verirdi? Bu qədər soyğunçuluqlara, təzyiqlərə qarşı Azərbaycanlı icması, yəni Gürcüstan Azərbaycanlı icması necə davam gətirirdi? Davam gətirməyi belə, mən məcburən ov tüfənglərlə, nə bilim də, evdə olan qanuni silahlarla mühafizə dəstələri yaratmışdım. Hər bir küçədə, şəhərdə, hər bir kəndlərdə də aktiv gənc adamlardan, bax belə, gecə səhərə qədər növbətçilik təyin elədik. Bu yolla qarşısını ala bilərdik. O dövrdə artıq polis də hərəkətsiz idi, zəif idi. Müraciət eləməyə yer yox idi. Yalnız özünü müdafiə lazım idi. Özünü müdafiə də, bax, dediyim formada müəyyən hissəsini müdafiə elə bildik və zərər çəkənlər də oldu. Həmin dövrlərdə ictimai təşkilatlar ümumiyyətlə mövcud idimi və həmin təşkilatlar nə iş görürdü? Xalqın maariflənməsi, xalqa dəstək. Yəni ki, azsaylı xalq kimi özümüzdənmi? Bəli, yəni özümüzün ictimai bizim sferada olan təşkilatlar mövcud idimi? Yalnız o dövrdə biz bir qeyrət cəmiyyəti adlanan bir təşkilatımız vardı. Lakin o uzun müddət yaşaya bilmədi. Yaşaya bilmədi o səbəbdən ki, artıq xüsusi xidmət orqanları bu elə vəziyyətə getdi ki, o təşkilat oldu, onların oyuncağına çevrildi. O dövrdə də artıq da parlament dağılmışdı. Mənim elə bir gücüm yox idi. Onu əldə saxlamaq çətin oldu. Bəzi indi adlar çəkmək istəmirəm. İnsanlar biri məcbur edildi, birinə nəsə vədi olundu. Nə oldusa təşkilat çıxdı sıradan. Oldu quberniyanın bir dənə oyuncağı. Onlar nə dedilər? Bunlar onu hərəkət elədilər və eyni zamanda başladılar elə məni kimi məsələ. Aktiv adamları təqib eləməyə, təhqir eləməyə ki, kənarlaşdırsınlar. Yazmaq, pozmaq bilən adamlar, az-çox siyasi təfəkkürə malik adamların hamısını uzaqlaşdırdılar. Bir dənə marionet
qrup yaratdılar. Hasılar ki, hər addımda aktiv adamlara qarşı bugünkü kimi istifadə olundu. Bu, ta addım Şevardnadze dövrü qurtana qədər davam edilədi. Təşkilat döndü onların oyuncağına. Mamaladze adında bir qubernator vardı. Oldu onun sateliti. Ümumiyyətlə, bir neçə hakimiyyət dövründə biz belə gördük ki, Gürcüstanın Azərbaycanlı icmasında olan deyək ki, millət vəkilləri bölünürlər. Bəziləri haqqı müdafiə edirlər, bəziləri isə sistemin qurbanına çevrilirlər, təbii ki, şəxsi mənafeylərinə görə. Əvvəllər də bu cür idi, yəni həmişə bu cür davam edib. Əlbəttə ki, o dövrdən deyim də mən sizə yaxşıca izah edeyim. 3 illik deyirəm, qeyri-qanuni parlament yarananda mənim əvəzimə sonra baş nazir oldu. Sigua familiyalı biri var idi. Onu seçdilər buradan, o da falsifikasiya ilə. Falsifikasiya ilə oldu o, baş nazir oldu və bizi artıq heç təmsil edən adam qalmadı. Bax, bu formada 3 il davam edilədi, sonra həmən o qeyri-qanuni 3 illik parlament seçkiləri təyin edilədi. Ondan sonra da daha özümüzün gözümüzün qabağındadır. Artıq parlamentə seçilən, yönləndirən adamlardan bugünə qədər də istifadə olunur. Parlamentdə ümumiyyətlə seçki haqqımız yavaş-yavaş tamamən sıfırlaşdırıldı. Belə bir dövr gəldi. 95-ci ildən sonra. 95-ci ildən bu yana. 95-dən artıq müstəqil majoritar deputat seçdik, lakin qeyri-Azərbaycanlı. Məcburan. Ona görə ki, Azərbaycanlıların elə insanlar dövrəyə çıxdılar ki, onların bizi təmsil eləməyindən eləmədikləri yaxşı idi. Bax, belə dövr başladı. Tanıdım 2003-cü ilə qədər. 2003-cü ildən sonra gənə həmən işlər davam edir. Hər sahədə əsasən də seçki hüququmuz biz Azərbaycanın icmasının bu respublikada sıfırdır. Bunu da bilirəm. Hal-hazırda Gürcüstanda çox kritik bir siyasi vəziyyət mövcuddur. Siz ümumiyyətlə bu vəziyyəti necə dəyərləndirirsiniz? Bu hara doğru gedir? Yenə siz bayaq vurğuladığınız kimi söhbətin əvvəlindəki həmin vaxtda Moskva burada müəyyən oyunlar qururdu, müəyyən planlar var idi və onlar həyata keçirilirdi və hal-hazırdakı Gürcüstandakı bu qarışıqlığın da əsas səbəbkarı yenə Rusiya qeyd olunur. Sizcə bu yenə Gürcüstanı hara aparacaq? Bu vəziyyətdə Gürcüstan çox çıxılmaz vəziyyətə düşəcək. Çünki bugün gedən geosiyasi siyasət belə deyim, irəliləmə yoxdur. Bu Gürcüstanın hər tərəfdən idarə olunan qruplardır. Bunların nə siyasi güc deyə bilmərik. Öz mənafeyi üçün, özünü irəlidə görmək üçün bu oyunlar davam olunur. Gürcüstan da bir balaca unikal dövlətdir, aqrar dövlətdir. Burada bu qədər Gürcüstanın başında bu oyunların oynanması Gürcüstanı progresiv yola apara bilməz. Ümumiyyətlə, Azərbaycanlıların vəziyyətini necə qiymətləndirirsiniz, necə düşünürsünüz? Bu icmanın ümumiyyətlə taleyi necə olacaq? İcmanın taleyi çox güclərdən asılıdır. Demək lazımdır, bilmirəm ki. Gürcüstan taleyini həll eləmək üçün Gürcüstan hakimiyyətinə bizi bu kökə salmağa çalışan elə Azərbaycandan da var qüvvələr, hasılar ki, onlar bizim yerimizə nəysə Gürcüstan hakimiyyətindən olur, gizli danışıqlar, nədir, onlar həll edirlər. Artıq aktiv bir kəsi ki, doğrudan bir lider kimi görəndə onu tam mənada qol qanadını sındırıb bir manqurta döndərməyə çalışırlar.
Azərbaycan hakimiyyətindən soruşanda o uzun prosesdir. Soruşanda deyir, bizim strateji partnyorumuzdur, biz onlarla hakimiyyətinlə qabaq qarşı gəlməməliyik, odur, orada ekonomik məsələlər var, maliyyə məsələləri var. Onlar artıq bizim icma onu tənzim eləməyə o cüzdə deyil. Bunun da səbəblərindən elə biri odur ki, Azərbaycan hakimiyyətinin qurduğu siyasət bilmirəm, düzdür, yalandır, əyridir. Onu mən deməyə nə bilim, bəzən də artıq yaşıma uyğun cürətim də çatmır, gəlir düzündə. Amma faktiki vəziyyət belədir. Yəni, burada icmanın rolu çox azdır. Çünki seçim haqqı yoxdur. Seçim haqqı düzgün olsa, bax, bu hadisələr baş verməz. Sizcə, ümumiyyətlə, nə etmək lazımdır ki, Gürcüstan Azərbaycanlı icması bir-birinə həmrəy olsun, bir gücə çevrilsin? Yəni, buradakı olan az saylı xalqlar, mən xüsusən Azərbaycanlıları nəzərdə tuturam, başqa qrupların təsiri altına düşməsinlər, vahid Gürcüstanın bir hissəsi ola bilsinlər. Ümumiyyətlə, bunda Gürcüstan hökuməti nə dərəcədə maraqlıdır? Gürcüstan hakimiyyəti nə dərəcədə maraqlıdır, onu deyə bilmərəm. Amma Gürcüstan hakimiyyəti nə qədər gücsüz, zəif, qeyri-gürcü icmaları var, onları bu formada görmək istəyir. Mən belə düşünürəm. Ona görə ki, gənə deyirəm, seçim haqqı olmayan bir xalqı, icmanı idarə eləmək çox ağır bir məsuliyyətdir. Onu idarə eləmək üçün çox güc lazımdır. O gücü bugün icmada mən görmürəm. Ona görə ki, hakimiyyətə da qulluq eləyən, lazım olan adamları onlar icmasız, icmalı seçə bilirlər. Hətta, bax, konvensiya da belədir. Dini konvensiyalar yox dərəcəsindədir burada. Yəni, müsəlman dindarlarını nəzərdə tuturam. Müsəlman dini idarəsindədir. Hamısı idarə olunan hakimiyyət tərəfindən təyin olunmuş adamlardır. Bax, bu çətinliklər hamısı. Mən deyim, 90-cı illərdə bu formada çətinlik yox idi. Heç vaxt dini konvensiyayı siyasətə qatmaq heç kəsin ağlına gəlməzdi belə, mümkün deyildi. Amma bugünkü gün tam mənada istifadə eləyə bilirlər. Son aylarda xüsusən Gürcüstanın Azərbaycanlı icmasında Azərbaycanlılara qarşı diskriminasiya halları baş verdi və bu adətən belə baş verirdi ki, niyə siz öz doğma dilinizdə danışırsınız, gedin ölkənizə. Bunlar niyə görə yenidən yaranmağa başladı? Onlar öz-özünə spontan da yarana bilər. Onu heç kəs inkar eləmir. Əgər o doğrudan da gərək biraz kökündən baxaq. O sözləri işlədənlər ki, niyə dövlət dilində danışmırsan, ya gedin vətəninizə, o dövrdə də var idi bu. Amma indiki dövrdə hakimiyyətin dediyinə görə çox tolerantlıq dövründə yaşayırıq, güya ki. Amma bu şeylər, bu hadisələr ki, üçünü mən müşahidə eləmişəm. Bir gənc oğlan burada Marneolidə, sonra Tiflisdə 2 hadisə, bu 3 günlərdə gənə bir hadisə. Öz-özünə də alına bilər. Hansı ki, məsuliyyətsiz adamlar tərəfindən də alına bilər. Amma məqsəd yönlü də ola bilər. Hələ məqsəd yönlülüyünü mən düzü görə bilmirəm. Ümumiyyətlə, Gürcüstanda etnik azlıqlara qarşı, Azərbaycanlılara qarşı, müsəlman icmasına qarşı olan bu zorakılıq faktlarını niyə polis
yetərincə araşdırmır və həmin o qarşı tərəfə nəyə görə bu lazım cavabı vermir? Sizcə bunun əsas səbəbi nədir? Axı bu cinayətdir. Gürcüstan qanunvericiliyinə görə cinayətdir. Cinayətdir. Polis orqanlarının zəiflədiyini də hiss edir. Polis orqanlarının zəifləməyi təkcə polis orqanlarının özündən də asılı deyil. Mənə elə gəlir ki, bir sistematik doğrudan da elə bir polis gücünü yaratmaq iqtidarında ya deyirlər, ya da hakimiyyətə belə əl verir. Ayrı cür mən izah eləyə bilmərəm. Polis orqanlarının təminatı da çox o dərəcədə deyil. Ondan işçilərin görünür həyat şəraitləri axıra qədər təmin olunmur. Ondan da görürəm. Nə bilim, səbəblər çoxdur. Səbəblər belə çoxdur ki, hakimiyyət orqanları tərəfindən müəyyən göstərişlər də verilə bilər. Ümumi polis orqanının hazırlıq səviyyəsi, bax, belə bir situasiyada bu vəziyyətdədir. Çünki hərdən bir daha nə ilənsə rastlaşanda o kəskin, mənfi, negativ formada bir üzə verir. Hal-hazırda demək olar ki, ictimai sferada bir zəiflənmə var. Bu təbii ki, Gürcüstanın son illərdə qəbul etdiyi qanunvericiliklə əlaqədardır. Ümumiyyətlə, bugünə qədər Gürcüstanda niyə bir güclü müxalifət olmadı bizim regionda və ya ümumiyyətlə bu qədər Azərbaycanlı Gürcüstanda ən böyük saya sahib olan Azərbaycanlılar özlərinə niyə məsəl üçün bir birlik yarada bilmir, bir partiya yarada bilmir? Ümumiyyətlə, bunun səbəbləri nədir? Niyə bu qədər belə pərakəndəlik var? O pərakəndəliyin ən başlıcalarından, yadıma düşənlərindən sayıb. Hakimiyyət tərəfindən təqib olunma, o təşkilatlanmaq üçün müəyyən maliyyə şərtləri yoxdur. Kimin də imkanı var, onlar da hamısı hakimiyyətlə əlaqəli, onların tərəfindən yönəltilən adamlardır. Bir siyasi baxışa, bir ümumiyyətlə təşkilatlanmağa yönəlik insan olarsa, elə hesab eləyin ki, onu məhv eləməyə çalışacaqlar və ona da nail ola bilirlər. Ona görə də bu təşkilatlanma çox ağır prosesdir. Onun öhdəsindən gəlməyə də çox şərtlər var. O şərtlərin heç birinə əməl eləməyə elə bir güc tapmaq bugün mümkün deyil. Siz necə fikirləşirsiniz? Bax, orası davam edeyim. Ayrıca bugün əgər Azərbaycanlılar Gürcüstanın %10%-ni təşkil edirsə, deməli, pis, yaxşı, bütün orqanlarda, bütün yuxarı vəzifələrdə müəyyən formada təmsil olunmalıyıq. Nəinki bir parlamentdə millət sahibinizə görə ən azı 10-12 nəfərlə təmsil olunmalıyıq biz parlamentdə. Ancaq bir-iki dənə marionet oğlanları aparıb vidlərinə mi görə, nə bilim, onlara qulluq elədiyinə mi görə seçib otururlar, o da güya ki bizi təmsil edir. Onlar heç bir vaxt icmanın ən aşağı bir küçücük məsələlərinin həlli, problemlərinin həll olunmasında iştirak eləmirlər. Yaxşı şəkil çəkdirsinlər, yaxşı özlərinə uyğun müsahibələr versinlər. Bundan o tərəfə heç bir şey yoxdur. Ümumiyyətlə, necə fikirləşirsiniz? Bugün siyasi sferada olan siyasətçilərin, istər hakim partiyada olan, istər müxalifətdə olan şəxslərin sizcə siyasi savadı varmı? Ola bilərmi ki, siyasi savadsızlıqdan irəli gəlir ki, burada bir müxalifət formalaşa bilmədi? Yox. Əsas səbəb o deyil. Əsas səbəb elə hakim partiyadan olsun. Hakim partiyada nə qədər zəif olarsa,
təqdim olunan adam, təmsil edən, o qədər hakimiyyət dairələrinə əlverişlidir. Bu belədir. O da ondan irəli gəlir ki, dominant xalq həmişə çalışacaq ki, qeyri-dominantları zəif salsın ki, ondan istifadə edilə bilsin. İndi burada nə bilim, bu şeylərin təşkilatlandırmağa, yönəldilməyə gərək hakimiyyətin özünün də insafı olsun. O yoxdur. Sizcə Gürcüstan dövləti, belə deyək, Hakimiyyəti deyək, dövlət bizik. Belə deyək, yaxşı olsun, sualı belə quraq. Hakimiyyət. Ümumiyyətlə, Gürcüstan hakimiyyəti Gürcüstanda yaşayan müxtəlif xalqları qorumaq üçün neynəməlidir, hansı siyasət həyata keçirməlidir? Məsəl üçün, Avropaya getməyə hazırlaşır, qərbə inteqrasiya etməyə çalışır, ancaq oradakı həmin o azlıqlara qarşı olan eyni siyasəti burada yürüdə bilmir. Yəni, Ona görə ki, onların özü çox maraqlıdırlar ki, beynəlxalq haqlarımız, hüquqlarımızı bunlar inkar eləməyə çalışırlar. Amma kağız üzərində bütün hesabatlara ki, hər şey yerindədir, yaxşıdır. Bu dövrə qədər. Artıq onu da tanıyan yoxdur. Siz Gürcüstanın son 5-10 ildəki gələcəyi necə görürsünüz? Bundan irəli mi? Bundan sonraki? İrəliyə də ona qiymət vermək çox çətindir. Amma ki, yaxın perspektivdə Gürcüstanın ayağa qalxıb demokratik bir dövlət kimi fəaliyyəti hələ görünmür. Bugünkü gözümüzün qabağında tutaq ki, o partiyaların siyasi liderləri hamısı təqib olunur, nə vəziyyətdədir, o hamıya məlumdur. Artıq elə bir müxalif qüvvə yaradıb, doğrudan da hakimiyyətin dəyişikliyini istəyib demokratizmə yaxın getmək üçün çalışan siyasi qüvvələr adlandırmaq olarsa, onların hamısı sıfır vəziyyətinə salınıbdır. Budur. Çox sağ olun Akif bəy, təşəkkür edirəm sizə. Siz sağ olun. İcmamızı məlumatlandırdığınız üçün, ictimai prosesləri müzakirə üçün və ümid edirəm ki, bayaq sadaladığınız həmin o 90-cı illərin o qaranlıq tərəfləri küçədə özümüzü qorumaq üçün əlimizə silah almağımıza gərək qalmayacaq və Gürcüstan bəlkə tezliklə yenidən öz demokratik yoluna davam edəcək. İnşallah. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun.